28 dekabr OTK-nın təşkil etdiyi 11-ci sinif buraxılış imtahanı reyzə suallarına gəlin baxaq. 31-ci sualdan başlayaq izahımıza. Nə deyilir? Bərabəryan trapesiyanın, bu bizim bərabəryan trapesiyamız. Kiçik oturacağı 2, yan tərəfləri 4, iti bucağı 60 dərəcə olarsa, deməli bu trapesiyanın diagonal uzunluğunu soruşur. Əvvəlcə mən bunun hündürlüyünü tapa bilərəm. 60 dərəcəsi 30 dərəcə bucaq qarşısına hipotenuzun yarısına bərabər. Oldu bu hissələr 2. Düzdür 2. Bu da oldu 2. Ümumiyyətlə böyük oturacağın uzunluğu oldu 6. Əla. Böyük diagonal ümumiyyətlə bu trapesiyanın diagonalının uzunluğunu soruşursa, baxın indi bunlar silək. Bunlar bizə artıq maraqlı deyil. Diagonalın uzunluğunu soruşur. Bax belə. Fikir verin. Bax bu diagonal, bu da düzbucaqlı üçbucaq var. Diagonalın uzunluğu. Pifagora görə mən bu digər düzbucaqlı üçbucaqdan hündürlüyü tapa bilərəm. 16-dan, yəni 4-ün kvadratından çıxaram 2-nin kvadrat bərabər kök altda 12 almış olaram. Sonra diagonalı tapmaq üçün kök altda 12-nin kvadratı 12, 4-ün kvadratı. 2 isə 4 gəlsə neçə eləyir? Ay, 4-ün kvadratı 16, kök altında 28, nəticə çıxır 2 kökdə 7. Doğru cavab olur 1, Y variantı. İkinci suala baxaq. X bərabər pi bölək 24 olduqda ifadənin qiymətini tapın. Koşunuz birinci 9 vurulsun pi bölək 24. 3'ə ixtisar getsə 3 pi bölək 8 qalır burada. Ümumiyyətlə bunu beləcə yazmağa ehtiyac yoxdur. Birinci bunu ortaq məxrəcə gətirim. Heç ona baxmıram. Sinus 3x vurulsun. Kosinus 3x ortaq məxrəc. Kosinus 9x, kosinus 3x. Üstə gələk sinus 9x, sinus 3x bərabərdir. Məxrəc mənə 2-də 1, sinus 6x verəcək. Sürət mənə kosinus 9-dan deməli 3 çıxsam 6x. O da bərabərdir. 2 kotangens 6x vermiş oldu. Bərabər 2 vurulsun. Kotangens 6 vuraq. X'in yeni pi bölək 24 yazsam. İxtisar getsə pi bölək 4 qalır. Kotangens 45 dərəcədə 1 alır. 2 dəfə 1'in 2. Doğru cavab olur 32 Y variantı. 33-cü sual. Sadələşdirin. A bölünsün. B'ni ortaq vuruq kimi çıxarsam mötərizə xaricinə. B minus A. Üstə gələk. B bölünsün. A'nı çıxarsam A minus B. Vurulsun. Vurulsun saxlayayım bir dənə. Ortaq məxrəc gətirərəm buna. Minus qoyaram. Minus. Qarşı bir minus atarım. A minus B isə B minus A şəklinə gətirərəm. A vurulsun. B vurulsun. B minus A şəklinə. Deməli birincinin A'sı yoxdur. A'nın kvadratı. İkincinin B'si yoxdur. B kvadratı. Bunu da yazaram. A minus B. A plus B kimi. İndi vurulsun. AB bölünsün. A plus B. A plus B'lər getdi. AB'lər getdi. A minus B ilə B minus A'lar da bir-birinə əks olduğuna görə mənfi 1. Doğru cavab olur 33 A variantı. Sual nömrə 34. İfadənin qiymətini tapın. Təklif edirəm ki, bu mötərizəni vurub açaq. Kökün altında 4 minus kök altda 7'nin 4 minus kök altda 7'yə vursam 4 minus kök altda 7'nin nəyə alınır? Kvadratı. Plus kökün altında 2'yə vursam 8 minus 2 kökdə 7. O da bərabərdir. Burada modul da çıxır. 4 minus kökdə 7 zaten müsbətdir. Modulsuz da çıxarda bilərəm. 4 minus kökdə 7 üstə gələk. 8 minus 2 kökdə 7'dən neçə çıxacaq? Fikirləşək. Kökdə 7 minus 1'in mötərizə kvadratıdır bu. Açanda bəli. Kökdə 7 minus 1 çıxar. Müsbət mənfi kökdə 7'lər getdi. 4'dən 1 çıxsam 3. Doğru cavab olur 34 Y variantı. 35. A və B rəqəmləri üçün deməli 90'da AB'dən A çıxaram. Minus 9'da B. Yəni 90'da 10B. Ona vurdum. Bərabər. Birinci bunu sadələşdireyim. 90'da 10A'dan 1A çıxıram. 9A minus 9B. O da bərabər. 9'a bölsəm A minus B bölək 10 bərabərdir. 1 bölək 2 olarsa. O zaman A minus B nəyə bərabərdir? 5'ə. Doğru cavab oldu 35 D variantı. Davam edək 36-cı sual. Buradan nəsə görə bilirəmsə nə deyim? AB'yə paraleldir. YAD. YAD DA B'yə bərabərdir. Yəni bura bir alfadsa bu da bir alfa olsun. FCD'ni görənlər. Aha, bura bir bettadırsa DSB'yə bərabər. Bu da bir betta olsun. Bu orta var ha. Baba bu qaydaya görə yıxılmış M hərfi deyirik də biz buna. Baba bura olacaq alfa plus betta. Bucaq B'ni də verib 80 dərəcə. Əla. Neçədən alfa var? 1, 2 alfa üstə gələk. ABC'də 4 bucaqsın daxili bucaqların cəmi. 2 betta 80 bərabərdir 360. Buradan 2 alfa plus 2 betta bərabər 280. Alfa plus betta bərabər 140 dərəcə. ADS'ni soruşur. Doğru cavab olur 140. Bax belə. Y variantı doğru cavabdır. 37.
funksiyasının qrafikinin aşağıdakilərdən hansı yanlışdır? X bərabərdir 3, simmetri oxunun tənliyidir. Bəli, yəni bu təpə nöqtəsi 3 və 0-dır. M-i 3 olduğuna görə tamamilə doğrudur. Apsis oxuna 3 0 nöqtəsinə toxunur. Yəni X-in yerinə 3 verəndə Y 0 olurmu? Bəli, düzdür. Təpə nöqtəsi apsis ox üzərində yerləşir. Təpə nöqtəsi apsis ox üzərində yerləşmir axı. Bax, buradan cavab keçsək. Hə, düzdür. Düzdür, üzürlü sayın. Düzdür. Yəni elə bildim koordinat başlanğıcı keçir, deyir təpə nöqtəsi. Deyirdim ki, koordinatdan keçmir axı. Düzdür, tamamilə doğrudur. Bu da düz, bu da düz, bu da düz. Ay yox, bunu hələ qaldı. Oradan toxunu 0 üst nöqtəsinə kəsir. Yəni x-ə 0 verəndə x-ə 0 verir. Yaxşı verim. X-ə 0 verəndə y bərabər 0 minus 3-ün kvadratı, mənfi 3-ün kvadratı müsbət 9. 0 9-da kəsməliyik. Doğru cavab olur D variantı. Ən kiçik qiymətdə kvadratın 0-dır. E variantı doğrudur. Cavabımız oldu. Yanlış olan D variantı. 38-i görə bilsəydim kaş. Deməli, səhv eləmirəmsə bu 24-dür. Bunu yazaram. 24'də 2 kiçikdir. 2n plus 1'də 24. O da kiçikdir. 24'də 8. Bax belə. Sonra bunlar gedər. 24 yəni məxrəzlər eynidir də. Yəni məxrəzləri bərabər olan kəsrləri müqayisə edən zaman hansının ki sürəti böyükdür, o böyükdür. 2 kiçikdir. 2n plus 1 kiçikdir 8. Hər tərəfdən 1 çıxsam 1 kiçik 2n kiçikdir 7. 2'yə bölsəm 0,5 kiçikdir n kiçikdir 3,5. Bax 1 qoysam ödəyər. 2 qoysam ödəyər, 3 qoysam ödəyər 3 dənə. Çünki 1 qoyanda olur 24'də 3 ödəyir. 2 qoyanda 5 ödəyir. 3 qoyanda 7 ödəyir, 4 qoyanda olmaz ama. Yəni 3 dənə doğru cavab olur 38 A variantı. En tam ədədləri soruşur amma mən naturalları tapdım. Hətta mənfi ola bilməz ki, zaten müsbətdən gedir söhbət. Aha, tamamilə doğrudur. 39-cu sual. İfadəni sadələşdir. Deyir ki, burada bizə A mənfidir, B də müsbətdir. Moduldan bu da mənfi çıxar, B minus A müsbət olar. Buradan A minus modulda B çıxar, müsbət olar. B minus modulda A çıxar, mənfi olar. Deməli, mənfi A üstə gələk B minus A, üstə gələk AB minus AB. Bunlar bir-birini apardı. Əlimdə qalacaq nə? B minus 2A. Doğru cavab olur. 39 A variantı. Sual nömrə 40. Funksiyanın ən kiçik müsbət dövrünü tapın. T bərabərdir. Qüvvəti tək olduğuna görə 2pi bölünsün modul K. O da bərabər 2pi bölünsün 4. O da bərabərdir pi bölü 2. Doğru cavab olacaq Y variantı. 41-ci sual. A düz xəttdə O mərkəzi çevrəyə A nöqtəsində toxunur. BAD-yə baxıram 40 dərəcə. 40 dərəcəsi onda bu qövs olacaq 80 dərəcə. O zaman bu qövs olacaq 100 dərəcə. O zaman bu bucaq olacaq 50 dərəcə. ABC-ni soruşur. Doğru cavab oldu 50 dərəcə. Sonra 43-cü sual. A və B çoxluqları üçün test çəkək Euler-Venn diaqramımızı. Bu olsun A, bu olsun B. A fərq B 11. Kəsişməsi 1-dir. NA-nın 12 elementi varsa ümumi 12 element çıxdı. MB-nin deməli 4 dənə elementi var imiş. 4. Onda bunun payına qaldı 3. Birləşməni soruşur. 12'nin üstüne 3 gəlsəm 15. Doğru cavab oldu 15. 3'ünü də toplayırıq 15. Nömrə 43. Tənliyin sonsuz sayda həll olarsa. Sonsuz sayda həll olarsa sağ tərəfdə, sol tərəfdə demişdik 0'a bərabər olmalıdır. 2A minus 3 bərabər 0. A bərabər 1/5. 1/5 B bərabərdir mənfi 6. B də bərabər mənfi 4. Bunların cəmi mənfi 4 plus 1/5 bərabərdir. Mənfi 2/5. Doğru cavab olur C variantı. Nömrə 44. ABC 3 bucağında aman Allahım. Olar ki mən bunu bura belə çəkeyim. Bu olsun A, bu olsun B, bu olsun C. Burada hər hansısa bir AB BC-yə bərabər yanlıdır. AD'nin uzunluğu 2'dir. Yəqin ki bura D'dir. Bax bura oldu 2. BD'nin uzunluğu 10'dur. Olsun. Bir dəqiqə BDC bucağı, BDC bucağı 60 dərəcə. Bax bu bucaq 60 dərəcədir. Olarsa AC tərəfinin uzunluğunu tapın. BD yəqin ki bu hissə. Çünki burada bir balaca D görürəm. Böyük ehtimal ki oradır. Bərabər yanlı 3 bucaqdırsa o zaman AB BC-yə bərabər. Bura hər hansı bir alfadırsa bu bucaq olacaq alfa. AD'nin uzunluğunu 2 verib, BD'nin uzunluğunu 10 verib. Bəli, davam edək. Buradan bir hündürlüyü yendirsəm, bura 60 dərəcəsi, bura 10'dur da, elə deyil.
Bu olacaq 30 dərəcə. 30 dərəcə yapacaq qarşısına katet hipotenuzun yarısına bərabər. Bu olacaq 5, bu da olacaq 5/3. İndi fikir verin. Mənim bu BH hündürlüyü bərabər yanlış bucağın hündürlüyüdür. Həm də bərabər tərəflər arasından çəkildiyinə görə həm də mediandır. Bu olacaq 7. Çünki AH 7 isə HC də 7 olmalıdır. O zaman AC'nin uzunluğu 7 plus 7 bərabər olacaq 14. Bax belə. Nömrə 45. P çoxaltısının dərəcəsi 5, Q'nun dərəcəsi, bax P'nin üstü 5'dir. Q'nun dərəcəsi 8'dir. Fikir verin, üstünə yazdım. Oldu P'nin üstü 15 vurulsun. P üstü 5 plus Q üstü 8. Yazaram burada P üstü 20, üstə gələk. P üstü 15 vuraq, Q üstü 8. Dərəcə olaraq birində 20, birində 23 alınır. Ən böyük götürürük. Cavab olur 23. Bax belə. 46-cı sual. Usta işin 8'də 5 hissəsini yerinə yetirsə 8'də 3'ü qaldı. Neçə faizi vuraram 100'ə. 4'ə ixtisar gedər 2, 25. 25'i 3'ə vuraram. 75. 75'i 2'ye bölərəm. 37,5. Bax belə. 37,5 faizi yerinə yetirilməmiş qalar. Rəqəmləri yenə deyirəm, düz görürüksə. 47-ci sual. Sahəsi 108 olan ABS paralleloqramında AK BK'ya bərabər. Yəni bura bir A'dırsa bura bir A'dır. Onda bura bir 2A olacaq. BFC. Hani bu üçbucaq? Hə. Bax bu BFC üçbucağın sahəsini soruşur. Bu məsələyə diqqətlə baxaq. Deməli AK bərabər BK verib. A paralleloqram tərəfi olsun ki, burada hər hansı bir diaqonalını çəksəm, paralleloqram sahəsi 108 isə yarıya bölünəcək, oldu 54. Düzdür. Bütün diqqətiniz harda olsun? Bax bu ABC üçbucağında olsun. Mən bu ABC üçbucağını kənara bu şəkildə çəkirəm ki, qarışıq düşməsin. ABC ya da çəkməyim, elə üzərində göstərirəm yaşıl rəngidə. Diqqətlə baxın ABC üçbucağına. Deməli 54 bizim yadımızda yarısıdır. Deməli bu bax diaqonallar kəsişir, kəsişir nöqtə yarıya bölünür. Düzdür. Axı bu da diaqonaldır. Fikir verin. Diaqonal yox, mediandır daha doğrusu. Medianlar da axı biz bilirik ki, üçbucağın sahəsini yarı bölür. Bunu da bu şəkildə digər tərəfdən A təpəsindən medianı çəksəm, üçbucağın üstünə medianı çəkəndə onun sahəsini 6 bərabər hissəyə bölür. Deməli 54'ü mən 6'ya bölərəm. Neçə çıxar? 9. Bax buranın sahə 9, bura 9, bura 9, 9, 9, 9. 6 dənə 9 olacaq. Düzdür. Bizdən bu ştrixli hissəni soruşur. 9 vuraq 2 bərabər 18. Olmuş oldu. Bax belə maraqlı bir sual. Davam edirik növbəti sualımıza. Hansı sualdır növbəti sualımız? 48-ci sual. X, Y, Z ədədləri üçün yenə görə bilmirəm. Nə yazıb görəsən? Fikirləşək. Fikirləşək demək biraz doğru çıxmır. Daha doğrusu 5, 4, 2'dir. Səhv etmirəmsə. Eləmi? Ora K-nı özləri yazıb. Bəli, K-nı özləri yazıblar. X bərabərdir 5K, Y bərabərdir 4K, Z bərabərdir 2K olsun. X ilə Y-in cəmi, hasillə 20K-nın kvadratı, üstə gələk Y-lə Z. 8K-nın kvadrat bərabər 112. 28K-nın kvadrat bərabər 112, K kvadrat bərabərdir 4, K da bərabər 2. Naturaldan söhbət gedir. O zaman 5 dəfə 2, 10, 8, bir də oldu 4. Cəmləri də olacaq 22. Doğru cavab olur 22. 49. Satışa çıxarılan parçanın hər metrin 30 manatdan satışı 24 manat gəlir gətirər. 25 manatdan satışı isə 16 manat ziyan verər. Aha. İndi bizə nə soruşur? Neçə metr parça satışa çıxarılıb? X metr olsun belə deyək də. Ümumi parça. Yəni parçanın ümumi uzunluğu kimi baxaq da biz buna. Hər 30 manatdan satışı 24 manat gəlir gətirirsə, 30'a vuranda əlindəki pul 30 manat. 30 manat bunun artıq pulu var. Bunu yadda saxlayın. 25 manatdan satılanda isə 16 manat ziyan verər. Yəni 30 manatdan bu neçədir? Bax, neçə manat gəlirdi bu? 24 manatdır mı görəsən bu? Minus 24 manat plus 16 manat. İndi siz sual verə bilərsiniz ki, müəllimə, bunu siz niyə belə bərabərlik etdiniz? Əgər bu 24 manatdırsa, yenə rəqəmi atıram. 24'ə oxşadıram çünki. Niyə gəlir dediyi halda siz minus 24 yazdınız? Ona görə ki, uşaqlar, mən bunu tənliklər sistemində gedərdim, amma uzatmadım. Fikir ver, maya dəyəri x vuraq 30'dursa, əgər mənim 24 manat əlimdə artıq pulum varsa, mən o 24 manatı çıxsam, mənim maya dəyərim qalar.
16 manat xeyrim ziyanım varsa, bu 25 manatdan satmışamsa, x vuraq 25 maya dəyəridir. Üzərinə 16 manat gəlsə, mənə maya dəyərini verir. Hər ikisi maya dəyəri olduğuna görə bərabərləşir. Buradan 5x bərabərdir 40, x bərabər 8. Deməli, belə deyək də, neçə metr parça satışa çıxarılıb? Bizdən nə soruşur? 8 metr. Yox, 8 yox. Daha doğrusu vurmalıyam axı. X tapdım 8. Bu hər metrinin qiymətidir da, yəni. Bəli, düz fikirləşmişəm. X parçanın uzunluğudur 8. 30 manat və 25 manat. Tamamilə doğru cavabımız olur 8. Fikrimizi qarışdırmayaq. 50-ci sual. S-in deyir ədədi silsiləsində S-in ədədi silsilənin ilk n həddinin cəmidir. S14 minus S11 225'i verir. Mənə diqqətlə fikir verin. Əgər S14-dən 14 dənə cəmdən 11 dənə çıxsan, əlində bilsəm nə qalır? A12 qalır, A13 qalır, bir də A14 qalır. O da bərabər 225. A12 üstə A14 gələndə mənə bilirsiniz nə verir? Mənə verəcək 2 dənə A13'ü verəcək. İndeks cəmi 26'dır. 26'dırsa A13 plus A13 kimi yaza bilərəm. Əlimdə bir dənə də ortada A13 var. Bərabərdir 225. 3 vurulsun A13 bərabər 225. A13 isə bərabərdir 75. 13-cü həddi soruşur. Doğru cavab oldu 75. Sual 51. M parametrin hansı qiymətində tənliyin x1 x köklər üçün? Deməli, V-yə görə biz bilirik ki, tənliyin köklər cəmi 3m minus 5'ə bərabər. Birbaşa mənfiyə böldüm. Köklər hasili isə 2m minus 1'ə bərabərdir. Ortaq məxrəci gətirsəm, x2 plus x1 bərabər 2. Hasilin yerinə 2m minus 1 yazaram. Cəmin yerinə 3m minus 5 yazaram. Çarpazlasam, 3m minus 5 bərabər 4m minus 2. M bərabərdir, mənfi 3 almış olaram. M-in hansı qiymətində? Mənfi 3 qiymətində. Bax belə. Nömrə 52. Emil deyir, təpə bucağı. Çox maraqlı suallardan biridir bu sual hal-hazırda. Təpə bucağı deyir 40 dərəcə olan bərabər yanlış bucaqların oturacaqları ilə düzgünün çox bucaqlı qurdu. Aha. Və bir də baxın. Şəkildə deyir, həmin düzgün çox bucaqlının bir hissəsi təsəvvür edilmişdir. Edilsin, çox qəşəng. Düzgün çox bucaqlının neçə tərəfi var? Gəlin baxaq görün neçə tərəf var. 40 dərəcədirsə 180-dən 40 çıxıram. 140 qalır oturacağı 70. Bura 70, bura 70. Düzdür. 70, 70. Burada 60. 70 üstüne 70 gəlsəm neçə eləyir? 140. 140 üstüne 60 gəlsəm 200. Onda 360 tam bucaq olması üçün bu olacaq 160 dərəcə. Əgər bir daxili bucağı 160 dərəcədirsə, xarici bucaq olacaq 20 dərəcə. Çünki bir təpədə olan daxili və xarici bucaqların cəmi qonşu bucaqlardır. Cəmləri 180'ə bərabərdir. 180'i də bölərəm 20, üzr istəyirəm. Çox bucaqlı neçə tərəfi olursa olsun fərqi yoxdur. Xarici bucaqların cəmi 360'a bərabərdir. 360 20'yə bölsəm, yəni bunun 18 tərəfi var imiş. Doğru cavab oldu 18. Davam edirik. Növbəti sual. 51-ci sual. Ay aman. Yenə qəribə şeylər var burada. Yəni həll etmək problemi deyil uşaqlar. İnanın ki, problem mənə burada nədir? Görmək problemi. Qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların bir işi yerinə yetirmə müddətləri arasında asıllıq düsturu verilmişdir. 16 işçi həmin işi neçə günə yerinə yetirər? Baxıram ki, 12 işçi n plus 5 günə yerinə yetirirsə, n plus 1 işçi 18 günə yerinə yetirir. İşçi və zaman da tərs mütənasib olduğuna görə bunları qarşı-qarşıya vuraram. 12 vurulsun n plus 5 bərabər 18 vurulsun n plus 1. 6'ya bölsəm 3 qalar, 2 qalar. 2n plus 10 bərabərdir 3n plus 3. N də bərabər 7. Səhv etmirəmsə n-i burada mən 7 almış oldum. N 7. İndi bax 12 işçi 7 üstə 5 gəl 12 günə yerinə yetirirsə. 16 işçi A günə. Yenə 16 işçi 16 günə da, yəni bunu yox, tərs mütənasibdir. A günə tələsməyim. Düz deyil ki. 12 işçi və zaman tərsdir. 12 vur 12 bərabər 16 vurulsun A. 144 bərabər 16 vurulsun A bərabər 9 gün. Tələsməyin. Siz də əsla tələsməyin. Cavab olur 9.
54-cü sual. Diametri 5/2 olan çevrədə AB perpendikulyardır AS'yə. Diametri 5/2'dir. Olsun. Aha. Sonra AB tərəfinin uzunluğu AY-yə bərabərdir. Yəni bura bir A-dırsa, bu da bir A. Deməli mən bunu uzatsam, bu bir dəqiqə uzatmayayım hələ. Bir dəqiqə. YS'nin uzunluğu 7'dir. Ola bilər. Versin 7. İndi uzadım. BS parçasının uzunluğunu soruşur. Deməli 90 dərəcə olduğuna görə deməli BY diametrdir. Əgər 5/2-dirsə, burada yazılır 5/2. Onda bu AB və AY tərəfləri oldu 5. Düzdürmü? Düzdür. BS'nin uzunluğunu sorsa Pifagora görə 25 deməli BS bərabər kökün altında 5'in kvadratı plus 12'nin kvadratı. 25 də gələk 144, 169'dan çıxır 13. Doğru cavab olacaq 13. Belə. Son 55-ci sual. Koordinat oxlarını B -6 0. Bura oldu -6. A 0 0 və burada oldu 6. Kəsən çevrənin tənliyini yaz. Bu 90 dərəcədir. Bunu belə birləşdirirsən, mənə çevrənin radiusunu bilmək lazımdır da əsas məsələ. Onda bura 6 6'dırsa diametr olacaq. Diametr 6/2. Diametr 6/2'dirsə radius olacaq 3/2. Əla. Deməli radius 3/2 tapıldı. İndi bunun nəyini soruşur bizdən? Hə, tənliyini tapmaq üçün uşaqlar bizə bunun bilmək lazımdır. Vacib olan bunun belə deyim sizə mərkəzinin koordinatları. Biz bilirik ki, düzbucaqlı üçbucaqda onun xaricinə çəkilmiş çevrənin radiusu, çevrənin mərkəzi hipotenuzun tam ortasına düşür. Düzdür? 6/2-dirsə tam yarısı lazımdır da mənə, elə deyil. -6 6. Düzdür da, R olur 3/2. Bir dənə düstur yazaq. X minus A'nın kvadratı plus Y minus B'nin kvadratı bərabər R kvadratı. Bu da bizim çevrəmizin tənliyi. Sonra diqqətlə baxın. Mən buradan belə bir perpendikulyar endirsəm, biz bilirik ki, çevrənin mərkəzindən vətərə perpendikulyar endirsə, vətəri yarı bölür, elə deyilmi? 6'nın yarısı neçə olur? 3 olur. Deməli bu koordinat -3 imiş. Bu hissə oldu -3. Buradan da bir perpendikulyar indirsəm 6'nın yarısı müsbət 3'dür. Bu hissə oldu 3. Mərkəzin koordinatları oldu -3 3. Olacaq x plus 3'ün mörtəzə kvadratı plus y minus 3'ün kvadratı bərabərdir. 3/2'nin kvadratı neçə eləyər? 18 edər. 18 bərabər 18. Bax bu da bizim verilmiş çevrənin tənliyi olmuş oldu. Bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə uğurlar arzu edirəm.